Görürsənmi bunu? Yanlış yerdə çırpınıb durar. İnsan da çox zaman belədir. Bəzən xoşbəxtliyi yanlış yerdə axtarar. Huzuru yanlış qapılarda gözləyər. Qurtuluşu özünə zərər verən şeylərdə görər. Önündəki aşınılmaz camlara, şüşələrə dəfələrlə çırpılar. Eyni xətaları təkrar edər. Eyni xəyal qırıqlıqlarını yaşayar. Halbuki Allah bəzən qapını tam da yanında açmışdır. İnsanoğlu ilişib qaldığı yerə o qədər köklənir ki, açıq olan yolu fərq edə bilmir.